Daha bir mötəbər tədbir. Ali təhsilin gələcək perspektivləri Bakıda müzakirə olunur. Bakı 24-25 sentyabr tarixlərində keçiriləcək Avrasiya Universitetlərinin sammitinə ev sahibliyi edir. Elm və Təhsil Naziri Emin Əmrullayev çıxışında qonaqları salamlayaraq sammitin Bakıda keçirilməsindən məmnunluğunu bildirib. Nazir ali təhsilin əsas missiyasının insan kapitalının inkişafı və cəmiyyət üçün əlavə dəyərin yaradılması olduğunu vurğulayıb. Z-nin qlobal məsələlər üzrə baş direktoru Phil Beit isə 2026-cı ildə açıqlanacaq Z Dünya Universitetləri reytinqində Azərbaycan universitetlərinin sayının əvvəlki illə müqayisədə 2 dəfə artaraq 4-ə çatacağını elan edib. 60-a yaxın ölkədən 150-dən çox beynəlxalq ekspertlər gəliblər. Bu əsasən alimlərdir, ali təhsil üzrə menecer və ekspertlərdir. Eyni zamanda ümumi iştirakçılar sayı da 400-ə yaxınlaşır. Yəni yerli iştirakçılar da həmçinin təbii ki var. Bu 2 gün ərzində bir çox maraqlı panellərimiz, sessiyalarımız olacaq. Düşünürük ki, Bakı Dövlət Universiteti də bu cür tədbirlərdə daim iştirak etməlidir. Ən qədim, ən böyük universitet olaraq və özünün uğurlarını tanıtmağı bacarmalıdır. Eyni zamanda qeyd etdiyim kimi yeni əməkdaşlıq əlaqələri quraraq həm regional, həm beynəlxalq arenada öz sözünü deməyi bacarmalıdır. Burada nəinki Azərbaycandan, eləcə dünyanın müxtəlif ölkələrindən olan aparıcı universitetin əməkdaşlarının və onların xüsusi biliklərinin bizimlə paylaşması, mən əminəm ki, bizim gələcək istiqamətlərimizə də müəyyən edilməsində çox kömək olacaqdır. Avrasiya məkanında universitetlər arası əməkdaşlıqla bağlı müəyyən əlaqələrin qurulmasıdır və yaxud da indiyə qədər görülən işlər haqqında müəyyən bir təcrübə mübadiləsinin aparılmasıdır. Xüsusilə də əsasən deməli bu tədqiqatların, birgə tədqiqatların həyata keçirilməsi, birgə tədqiqatların maliyyələşdirilməsi, müxtəlif tədqiqat layihələrinə müxtəlif tərəflərdən gənc tədqiqatçıların cəlb olunmasıdır. Bir növ birgə tədqiqat əsaslı innovasiyalar əsas belə deyək, əməkdaşlıq istiqamətlərindən biridir. Sammitin birinci günündə transmilli tədqiqatların qlobal təsiri, ali təhsilin dayanıqlı inkişaf məqsədlərinə töhfəsi, Avrasiya universitetləri arasında əməkdaşlıq imkanları və beynəlxalq tələbə mobilliyi mövzularında panel müzakirələr aparılıb.